Herkese selam. Sizi kanalımda hoş gördüm əzizlərim. Bugün bacım gilə getdim və gördüm ki, çörək bişirir. Düşündüm bu çörəyi mən də sizin üçün çəkib paylaşa bilərəm. Çünki çörəyin ətri, dadı o qədər qəşəng olur ki, yəni sadəcə bozlamaç çörəyidir. Yəni bizdə bozlamaç deyirlər, sizdə nə deyirlərsə yorumlarda qeyd edərsiniz. Xəmir isə sadə xəmirdir. Un, duruş və su ilə yoğrulub. Xəmirləri qəşəng kündə halına gətiririk və biraz gözlədirik. Onlar hazır olduqdan sonra yayırıq xəmirlərimizi və göndəririk bişirməyə. Bacım da deyə demirəm, əlindən maşallah hər şey gəlir. Həm də bu çörək onun əlində daha ləzzətli və daha qəşəng alınır. Yəni mən həmişə ora gedəndə bu çörəkdən hazırlayıblarsa, mən yəni otururam, şou çörək, yəni yeyirəm də. Yəni çörəyin dadı o qədər qəşəng və ətirli olur, yəni. Çörəyi sadəcə qoyduqdan sonra bir-iki yəni 10-15 saniyə gözləyirik və çörəyi çevirmək lazımdır. Bir tərəfi qızarır, sonra o bir tərəfi qızardırırıq. Yəni iki tərəfli olmasın deyə çörəklərimizi bir-bir qəşəng bişiririk və hazırlayırıq. Bu gözəl Ramazan ayında siz də yəni sac yoxdursa da tavanın içərisində belə hazırlamaq olur. Eyni ləzzət olmur, amma yenə də yəni iştahı çəkənlər və istəyənlər belə tavada hazırlaya bilərlər çörəyi. Çörəyin ləzzəti qəşəng oldu. Görənlər, bəyənənlər yorumlarda qeyd edin və mənə abunə olmağı unutmayın.